Hər vaxtınız xeyir olsun, dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar MTV-nin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla. Bugün bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev qonağımızdır. Xoş gəlmisiniz. Xoş gördük xanlar müəllim, salamlayıram sizləri. Çoxdan da görüşmürük. Amma siz çox iş görmüsünüz. Nələr eləmisiniz? Yəni işğaldan azad olmuş ərazilərin ümumiyyətlə biz danışanda bilirdik ki, çox böyük bir potensialı var. İndi o potensialdan necə yararlanmışıq? Bəli, düzgün vurğuladınız. Biz artıq uzun müddətdir ki, görüşmürük və biz sonuncu dəfə görüşən zaman konsepsiyanın hazırlanmasından, ümumiyyətlə həmin ərazilərin yaşıl enerji zonasının elan edilməsindən və burada görəcək işlərimizdən danışırdıq. Artıq bu işlərin bir qismi görülüb və bu işlər davam etməkdədir. Qeyd etdiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialı var. Bunlar misal olaraq külək, günəş, kiçik suların elektrik enerjisini qeyd etmək olar. Qeyd edim ki, həm işğaldan azad olunmuş ərazilərdə 7200 meqavatdan yuxarı günəş, 2000 meqavatdan yuxarı külək potensialımız vardır ki, həmin bu potensial bizə imkan verir ki, bərpa olunan enerji qurğularını həmin əraziyə quraşdıraq və enerji istehsalını davam etdirək. Yalnız bir rəqəmi qeyd edim ki, ötən il 2024-cü ildə kiçik su elektrik stansiyaları hesabına işğaldan azad olunmuş ərazilərdə artıq 550 milyon kilovat saat elektrik enerjisi istehsal edilib ki, bunun da yalnız 200 milyon kilovat saatı həmin işğaldan azad olmuş ərazilərin istehlakına yönəldilib. Yəni istehlakdan daha artıq qalan enerji ölkənin digər ərazilərinə enerji sistemə ötürülmüşdür. Yəni işğaldan azad olmuş ərazilər ötən il ərzində tam olaraq yaşıl enerji ilə qidalanmışdır. Və bununla yanaşı eyni zamanda artıq kənd, qəsəbə və şəhərlərdə yaşıl texnologiyaların istifadəsinə xüsusi önəm verilir. Əhalisi köçmüş Zabux və Sus kəndində artıq hər bir fərdi yaşayış evinin üzərində damüstü günəş panelləri quraşdırılır və vətəndaşlar bu günəş panellərinin faydasını hiss edir. Onlar sonunda elektrik enerjisinə görə ödəniş etdiyi halda bunu qənaəti hiss edirlər, daha aşağı bir məbləğdə ödəyirlər. Yəni bunlar hər biri artıq bu istiqamətdə görülən işlər çərçivəsində Qarabağın və Şərqi Zəngəzur iqtisadiyyatının yaşıl enerji zonası çevrilməsində hesab edilən vacib elementlərdən biridir. Yerli və xarici sərmayələr, yəni bilirik ki, maraq göstərən çoxdur. Təbii. Ümumiyyətlə Azərbaycanda xarici və yerli şirkətlərin xüsusən də bərpa olunan enerjisiyə marağı böyükdür və Qarabağda bizdə bildiyimiz kimi xüsusi zona olaraq və potensial ərazi olaraq hər zaman orada maraq dairəsindədir. Qeyd etdiyim ki, artıq Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş elektrik stansiyası ilə bağlı BP ilə əməkdaşlıq davam etdirilir. Ötən il həmin o stansiyanın təməl qoyma mərasimi başa çatdı və bu il orada işləri artıq başlanılmışdır və 240 meqavat gücündə günəş elektrik stansiyası həmin ərazidə olmalı. Bu kifayət qədər böyük bir sərmayənin həmin əraziyə yatırılması deməkdir. Eyni zamanda Laçın və Kəlbəcərdə kifayət qədər dağlıq ərazilərdə külək enerji potensialı mövcuddur. Yəni həmin ərazilərdə də tərəfimizdən tenderlər keçirilmiş və həmin ərazidə artıq ölçü müşahidə işlərinə başlanılmışdır və ölçü müşahidə stansiyalarının fəaliyyəti ən azı bir il ərzində həmin ərazilərdə ölçü işləri aparılmalıdır. Çünki külək enerjisi, küləkdə elektrik enerjisinin alınması günəşlə müqayisədə daha çox tədqiqatın aparılmasını tələb edir və buna görə də həmin əraziyə ən azı bir il müddətində küləyin sürəti, istiqaməti, davamlılığı, yəni bu kimi faktorlar nəzərə alınmalıdır ki, gələcəkdə investorlar ora investisiya yatırdığı zaman yəni düzgün istiqamətə yatılsın və mövqe düzgün seçilsin, istiqamət düzgün seçilsin ki, enerji istehsalı daima artıq olsun. Yaşıl enerji zonası. Bəli. Burada bu istiqamətdə hansı işlər görülür? Bir də yaşıl texnologiyalar. Yaşıl enerji zonası dediyimiz kimi artıq yaşıl enerji zonasının müxtəlif aspektləri var. Onlardan istər damüstü günəş panellərinin tətbiqi, evlərdə enerji səmərəliliyi formasına tikilməsi, küçə yollarının işıqlandırılmasında LED əsaslı və yaxud da günəş əsaslı LED texnologiyalarının tətbiqi. Yəni bu kimi faktorların hamısı cəm olaraq gətirib yaşıl enerji zonasını ehtiva edir və bunlar hər bir onun komponentləri və bu günlərə qeyd etdiyim kimi artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu komponentlərin hər birinə nəzər yetirilir. İstər elektrik doldurma qurğularının quraşdırılması, elektromobillərin
təşviqi, eyni zamanda fərdi və ictimai inzibati binalarda damüstü günəş panellərinin tətbiqi. Yəni bunlar kifayət qədər sayı artmaqdadır. Məsələn, Şuşa şəhərində artıq elektriklə çalışan avtobuslar fəaliyyət göstərir. Bəli. Eyni zamanda digər ərazilərdə elektrik doldurma qurğuları fəaliyyət göstərir ki, məsələn, vətəndaşlarımız həmin ərazilərə səfər etdiyi zaman öz maşınlarını orada şarj edə bilər, yəni elektriklə yükləyə bilərlər və geri qayıda bilərlər. Yəni bütün infrastruktur yaradılmaqdadır və küçə yolların işıqlarında bir mənalı olaraq artıq LED əsaslı işıqlandırma dirəklərindən istifadə olunur. Bilirsiniz ki, bu işıqlandırma dirəkləri daha az enerji sərf etməklə daha çox işıqlandırmaya sahib verir və daha çox həmin ərazilərdə vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Və bu kimi faktorlar, dediyim faktorlar hər biri işğaldan azad olmuş ərazilərdə həyata keçən layihələrdə, istər kənd və qəsəbələrin layihələrində nəzərə alınır və bu istiqamətdə biz davamlı olaraq belə deyək də ərazilərə baxış keçiririk. Yeni ərazilər məsələsində yaşıl enerji istehsalı sahəsində hansı işlər görülür? Yeni ərazilər dediyimizdə bildiyiniz kimi işğaldan azad olmuş ərazilərdə əhalinin məskunlaşma qrafiki var. Yəni əhalinin məskunlaşma qrafikinə uyğun olaraq infrastruktur da qurulmalıdır və bu istiqamətdə də məsələn biz ötən dövr danışanda ancaq bir neçə kəndin adını çəkə götürsək, amma bu günləri hal-hazırda Cəbrayıl rayon Horovlu, Ağdamın Xıdırlı, Kəngərli, məsələn Ağdərə rayonunun Həsənrız, Umudlu, daha sonra Xocalı Ballıca, Xocalı şəhərinin özü artıq bu kimi ərazilər belə yeni ərazilər silsiləsinə daxil edilib və bütün bu ərazilərdə demək olar ki, o dediyimiz məsələlər nəzərə alınmaqdadır və biz də çalışırıq ki, ümumiyyətlə yaşıl enerji zonasının konseptinə uyğun olaraq orada istehlak ediləcək elektrik enerjisi tam olaraq yaşıl enerjidən əldə edilsin və tam olaraq yaşıl enerjilə qidalasın. Bu onun əsas belə deyək də təməl elementlərindən biridir. Və digər yaşıl texnologiyanın tətbiqi isə artıq onlara əlavə dəstək kimi həm vizual olaraq, həm vətəndaşların birinci hissə olsa, ikinci hissə avtomatik olacaq. Avtomatik. Yəni ki, bu kimi məsələlər onlarda nəzərə alınır. Çox təşəkkür edirəm. Sən həqiqətən də möhtəşəm işlər görmüsünüz çox qısa vaxtda. Yəni demək olar ki, nə qədər vaxtı görüşmürük? Bir il yarım var. Bir il yarıma bu boyda işlər görmüsünüz. Yəni artıq yəni görmüşsünüz deyəndə biz tək qurum olaraq biz görmürük bu işləri, amma bu qurumların belə deyək orada fəaliyyət göstərən bərpa tikinti xidmətlərində zəhmətlərini qiymətləndirmək lazımdır. Çünki onlar birbaşa olaraq ərazilərdə bu işlərin görünməsinə bizlərə yardımçı olurlar. Möhtəşəmsiniz sadəcə. Çox sağ olun, var olun, təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Çox sağ olun xanlar bəy, minnətdaram. Gündəm Qarabağ verilişi isə bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.